Bismillah. Bürclərin 9-15 fevral aralığı həftəlik ən düz proqnozu. Qoç, bu həftə sürətlənirsən. İşdə gözlənilməz fürsət, şəxsi həyatda isə açıq söhbət hər şeyi yerinə sala bilər. Pul mövzusunda tələsmə. Həftənin sonu daha uğurludur. Buğa, sabit olduğun üçün udan tərəfsən olacaqsan. Gecikən bir məsələ həllini tapır. Maddi baxımdan kiçik amma sevindirici gəlir görünür. Əkizlər, xəbərlər, mesajlar, görüşlər. Həftə çox hərəkətlidir. Yeni tanışlıq gələcək, planlarını dəyişə bilər. Dedikodudan uzaq dur. Xərçəng, daxili hisslərin güclənir. Ailə və ev mövzuları ön plandadır. Pul xərcləyərkən emosiyaya qapılma. Ehtiyacla istəyi ayır. Şir, sənin tərəfdəndir. Diqqət mərkəzindəsən. İşdə sözün keçir, münasibətlərdə isə səmimiyyət qalib gəlir. Şanslı günlər çərşənbə və cümə. Qız, detallara diqqətin səni xilas edəcək. İşdə səhvləri vaxtında görürsən. Sağlamlıqla bağlı özünü yormamağa çalış. Tərəzi, balans tapılır. Uzun zamanlar qərarsız qaldığın mövzu aydınlaşır. Sevgi həyatında romantik sürpriz mümkündür. Əqrəb, gizli qalan şeylər üzə çıxa bilər. Bu səni qorxutmasın. Həqiqət xeyrinə işləyəcək. Maddi mövzuda risk alma. Oxatan, yol plan, yeni ideya həftə sənə ilham verir. Təhsil, sənət, xarici ilə bağlı işlər üçün əlverişli zamandır. Oğlaq, məsuliyyət artır, amma nəticə də gəlir. Rəhbərlikdən və ya ailədən dəstək alırsan. Səbirli ol, zəhmətin boşa getməyəcək. Dolça, dəyişiklik həftəsidir. Yeni baxış bucağı tapırsan. Dost çevrəndə sevindirici xəbər ola bilər. Balıq, hisslər dərinləşir, yaradıcı işlər, dua və niyyətlər üçün çox uyğun gündür. Həftənin sonu daxili rahatlıq gətirir.